Demək, çay dəmləyirəm bu gün üçün. Artıq təxmini 1 litr su qaynayır. Demək, quş armudu immun sisteminə birbaşa təsir eləyir, həm də ki, tərkibində zəngin minerallar, vitaminlər var. Kasna otu qaraciyəri yeniləyir, öd yollarını təmizləyir. Çox gözəl faydalıdır. Mədə-bağırsaq sistemi üçün də, həzm üçün də çox gözəldir. Sonra təbii ki, gici tikan, qanda olan iltihab, infeksiyana çox gözəl təmizləyicidir. Atrağının kökləri mərdaltı vəzin bir nömrə dostudur, dalağın dostudur. Bu 4 qarışımla biz deyərəm ki, bütün orqanizmə təsir eləmiş oluruq. Orqanizmə təsir elədiyimiz üçün də immun sistemi də burada qalxır. 1 litr su götürürsünüz, qaynadırsınız, su qaynağa düşəndə bunları əlavə edirsiniz ora. Yaxşı olar ki, 10 dəqiqədə, çünki sərt bitkilərdir. At tutrağının kökləridir, budur. Bunun tərkibində olan minerallar, vitaminlər həllə suya keçmir. 10 dəqiqə, 12 dəqiqə qaynadın. Altını söndürün, qalsın, soyusun, gün ərzində bunu için. Yaxşı olar ki, içəndə 1 çay qaşığı bal da qatın. Çünki bal şəfadır. Bax belə. Hər stəkana 1 çay qaşığı bal. Belə yüngül də limon sıxın ki, soğurulmanı təmin etsin. Çünki C vitamini var tərkibində. C vitamininin hesabına bu yaxşı soğurulacaq.